Hoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adı ilə başlayıram. Bugünkü söhbətimiz İslam dinində ikinci ən böyük günah şirk haqqındadır. Deməli, birinci ən böyük günah olan ateizm haqqında böyük günahlar, yazılan böyük günahlar kitabının şərhində qeyd etdik ki, İslam dinində ən böyük günah şirk deyil, ateizmdir, yəni Allahı bütünlüklə inkar etməkdir. Çünki bütpərəst müşriklərin Allahı var idi və onların müəyyən dinə, İbrahim əleyhissalamdan gələn dinlərin təhrif olunması nəticəsində müəyyən qədər qalmış dinə sitayiş edirdilər. Ona görə də onlar Allahsız deyildilər. Biz bugün İslam dinində ikinci ən böyük günah olan şirk barədə danışmaq istəyirik. Baxaq görək şirk nədir və İslamda şirk anlayışı nədir? Şirk Allahın həm zatına, həm ona ibadətdə, həm onun sifətlərində və feillərdə Allaha şərik qoşmaqdır və bu şərik qoşan insana isə müşrik deyilir. Deməli, şirk iki yerə bölünür. Gizli şirk və açıq şirk. Gizli adından da göründüyü kimi gizli şirk insanın əqidəsini, Allaha qoşduğu şəriklik əqidəsini, insanların əməllərinin hər hansı bir cismi fərq etməz, canlı olsun, cansız olsun, Allahın işlərinə ortaq etdiyi işi, əqidəni gizlətməsinə deyilir və riyadan ibarətdir. Peyğəmbər əleyhissalam buyururdu ki, mən ümmətimin gələcəkdə kiçik şirkə düşməyindən çox qorxuram. Sual vermişdilər ki, nədir bu kiçik şirk? O da riyanı göstərmişdir. Yəni, riya ixlasdan uzaq, səmimiyyətsiz, yəni riyakarlıq etmək, Allahdan başqasına yönəlmək, Allahdan həm ibadəti, həm işləri Allah rızası üçün etməmək, Allahdan başqasının xoşuna gəlmək, onun üçün etməyə deyilir riyakarlıq. İkinci şirkin, bugünkü söhbətimizin mövzusu riyakarlıq deyil, İkinci ən böyük şirk haqqındadır, yəni aşkar şirk haqqındadır ki, bu da ən böyük, İslam dinində ən böyük günahların başında gəlir, ikinci yerdə gəlir. Bizim təsnifatımıza görə, lakin bütün İslami mənbələrdə şirk əsas ən böyük günah kimi göstərilir. Yəni, Allah Teala buyurur ki, Allaha şirk qoşulmasını Allah bağışlamayacaqdır. Bəziləri bunları elə bilir ki, bu ümumiyyətlə insanın tövbə halında da bu keçərlidir, lakin belə deyil. Söhbət insanın tövbə etmədən bu dünyadan müşrik halında getməsindən ibarətdir ki, Allah Teala onu əbədi cəhənnəmə salmasın. Deməli, aşkar şirkin özünün də 4 növü var. Bunlar Allahın zatına şərik qoşmaq, Allahın sifətlərinə, feillərdə şərik qoşmaq və Allaha ibadətdə olan şəriklikdir, şərik qoşmaqdır ki, bunların 4'ü haqqında da danışmaq lazımdır. Deməli, bunlar İslam dininin vacib mövzularıdır. Deməli, tövhid prinsipinin, bunların 4 növü, şirkin 4 növünün ikisi tövhid prinsipinin əsas prinsiplərindəndir. Bunlar Allahın zatına şərik qoşmaq və ibadətdə Allaha şərik qoşmaqdır. Yəni, bu iki prinsiplərə əgər xələl gələrsə, burada bu iki prinsipdə insan Allaha şərik qoşarsa, o müsəlman sayılmır və kafir sayılır. Deməli, başlayaq, zatda şirk nə deməkdir? Zatda şirk Allahın tək, vahid, əhəd, bənzərsiz qəbul olunmasıdır ki, əgər kimsə Allahı bu sifətlərlə bərabər, Allahla bərabər digər bir varlığı fərq etməz, canlı olsun, cansız olsun, onun öldürmək, diriltmək, onun həyat vermək,
elm, hikmət kimi sifətləri ilə əgər qəbul edərsə, bu ən böyük şirk qoşmuş olur. Yəni, sadə dildə desək, Allahla bərabər ikinci bir Allahın qəbul olunmasıdır ki, bu da ən böyük şirkdir. Quranda bu Allahın zatının, yəni Allahın necə olmasının bizə vahid, tövhidin əsas prinsipi olaraq bir surə keçməkdədir. Allah Teala bu şəkildə özünü tanıtdırır. O da İxlas surəsidir ki, Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim, Qul huvallahu ahad. Yəni, deyir ki, de, Peyğəmbərə müraciət edir ki, Allah Teala de onlara ki, Allah təkdir. Yəni, vahiddir, onun bənzəri yoxdur, şəriki yoxdur. Allahus Saməd, yəni Allah möhtacsızdır, heç bir şeyə möhtac deyildir. Ləm yəlid və ləm yuləd, o doğmayıb, doğulmayıb, yəni Allahın cinsi yoxdur. Allah cinsi olmaqdan çox-çox uzaqdır. Və ləm yəkulləhu kufuvan ahad, yəni kun ləhu yox, kun ləhu yazılır, kulləhu oxulur, yəni idğam olur və ləm boşa şəkildə olur təşdidlə və olur kulləhu kufuvan ahad. Yəni onun heç bir tayı bərabəri yoxdur. Bu İslam dinində tövhid prinsipidir və Allahın tək, vahid, bölünməz olduğunu və ona bənzər heç bir varlığın olmadığı prinsipidir ki, bu zatda tövhid prinsipidir və onun pozulması İslam dinində ən böyük şirklərdən biridir. İkincisi, Allahın sifətlərində olan şirkdir. Yəni, Allahın zatı insan üçün əl çatmazdır, dərk olunmazdır. İnsan nə etsə də Allahın zatını qavraya bilməz. Bunun üçün o mütləq təxəyyülündən istifadə etməlidir, təfəkküründən istifadə etməlidir ki, burada da insanın şirkə düşməsi qaçılmazdır. Ona görə Allahın zatını, Allahın necə olmasını biz fikrimizdə canlandıra bilmərik. Bəs onu necə tanımalıyıq? Əlbəttə ki, Allahın sifətləri ilə. Bu barədə də İslam məzhəblərinin bəziləri arasında o dövrlər, indilərdə də olur, o dövrdə əqaid məktəbləri arasında böyük müzakirə mövzularından biri olmuşdur. Yəni, burada o deməkdir ki, Allahın sifətləri onun zatı ilə eyniyyət təşkil edir və vahidlik təşkil edir. Onlar qətiyyən bir-birindən ayrılmazdılar. Amma təəssüf ki, bəzi İslam məzhəbləri olmuşdur ki, Allahın sifətlərini onun zatı qədər əzəli bilmişlər. Bu da olduqca səhv yanaşmadır və bildiyimiz kimi insanın bütün yaranmışların sifətləri onun zatından ayrıdır. Heç bir yaranmışın sifəti onun zatı ilə eyniyyət təşkil etmir. Məsələn, insandan götürək, insan müəyyən müddətdən sonra doğulur, boya başa çatır, böyüyür. Böyüdükcə müəyyən xüsusiyyətlər, tutaq ki, ana bətrində insanın eşitməsi müəyyən müddətdən sonra, hətta görməsi də orqanlar inkişaf edir, fəaliyyətə başlayır. Yəni, bu tədrici bir proseslə illərlə insanlar müəyyən xüsusiyyətlər kəsb edirlər. Deməli, insan, tutaq ki, insandan söhbət gedirsə, İnsanın sifəti, tutaq ki, görmək sifəti, danışmaq sifəti, eşitmək sifəti, əgər bu sifətlərdən hər hansı biri insandan alınarsa, insan öz zatını itirməyəcəkdir. Yəni, bir insanın kör olması, kar olması və lal olması onu insanlıqdan çıxartmaz. Gördüyümüz kimi, deməli, canlının, hər hansı bir canlının sifəti onun zatı ilə eyniyyət kəsb etmir. Lakin Allah Teala belə deyil. Allah Teala'nın sifətləri onun zatı ilə birmənalı surətdə vahidlik təşkil edir. Yəni, nə vaxtsa düşünmək ki, Allah Teala şafi deyildir və yaxud da onun həyat, hikmət, elm, qüdrət kimi sifətlərini onun zatından, bunlar Allahın zatı sifətləridir. Onun digər sifətləri olan, tutaq ki, Rəzzaq sifəti, şafi sifəti,
nə vaxtsa mövcud olmayıb və yaxud da Allahın zati sifətləri qədər qədim olub ki, İslam məzhəbində belə şirkə düşənlər də olmuşdur. Lakin bu mümkün deyil. Çünki Allahın həmin sifətləri Allahın zatında daim olmuşdur. Lakin tutaq ki, aləmlər olmayanda, mələklər olmayanda bir dəfə bunu Əhl-i Beytin övladlarından olan Cəfər Sadiq əleyhissalama sual vermişlər. Demişlər ki, Allah hər vaxt danışan idimi? Yəni, o da cavab vermişdi ki, Allah bir zamanlar hər zaman var idi, lakin mütəkəllim deyildi, yəni danışan deyildi. Çünki başqa aləmlər olmadan, Allahın özündən başqa ikinci bir varlıq, yaratdığı bir varlıqdan söhbət gedir. Yaratdığı bir varlıq yox idisə, deməli, ona danışmaq da lazım deyildi. Ehtiyacı yox idi, yox, çünki ehtiyac Allaha şamil oluna bilməz. Allahın sadəcə Allaha lazım deyildi. Amma bu sifətlər Allahın zatı ilə vəhdaniyyət təşkil edirdi. Deməli, Allahın sifətlərini onun zatından ayrı bilmək şirkdir. Təəssüf ki, belə məzhəblər də olmuşdur. Allaha müxtəlif müşəbbihi olmuşdur. Belə məzhəblər ki, Allaha müxtəlif, Allaha oxşadmışlar. Bəzi cisimlərə, bəzi varlıqlara Allaha əl, qol, ayaq kimi Quranda bildirdiyi kimi bunlar bizim başa düşməyimiz üçün Allah Teala istifadə etmişdir bu sözlərdən. Lakin onlar zahiri mənaya yozub, bunun necə olmağından çəkinərək Allaha müxtəlif əzalar şamil etmişlər. Deməli, Əhl-i Beyti burada iki məktəbi, biri Əhl-i Sünnə məktəbi olan Mütəzzilə məktəbi, biri də Əhl-i Beyt məktəbini göstərmək olar ki, bu prinsip onlara aiddir. Bəli, onlar Allahın sifətləri ilə zatını eyni bilmişlər. Bunu başa salmaqdan ötürü Əhl-i Beyt məktəbində belə bir fikirdən, doğru fikirdən istifadə olunur ki, məsələn, Allahın sifətlərinin onun zatı ilə eyniyyət təşkil etməməsini, bəzi maddələrdən onların xüsusiyyətinin alınması ilə onların zatlarını, əslinin itirilməsi misal çəkilmişdir. Məsələn, bildiyimiz kimi biz şəkəri onun şirinlik xüsusiyyəti ilə tanıyırıq. Əgər şəkərdən şirinlik xüsusiyyəti alınarsa, şəkər öz xüsusiyyətini, mahiyyətini və əslini, zatını itirəcəkdir və başqa bir maddəyə çevriləcəkdir. Yəni, şəkər şirinliyi ilə tanınır və yaxud da su olsun. Su öz mayi və axıcılığı ilə tanınır. Əgər suyun mahiyyətindən onun mayi olması və axıcılığını ayıra bilmiş olsaq, artıq su öz zatını itirəcəkdir və bərk bir, başqa bir hala düşəcəkdir ki, bu da su adlanmayacaq. Və eləcə də istiot tutaq ki, istiotda acılıq var. Əgər acılıq istiotun zatı sifətidir, əgər ondan onu alsaq, acılığı istiotdan götürsək, çünki istiot acılığına görə tanınır və acılığı əlindən alındığına görə artıq o zatını da itirəcəkdir. Deməli, sifətini itirmək həm də onun zatını itirmək hesab olunacaqdır ki, bu da mümkün deyil. Yəni, bu Allah barədə olan bəsit misal olsa da, ona görə bizim başa düşməyimiz üçün gözəl misaldır ki, biz anlayaq ki, Allahın zatı, Allahın sifətləri onun zatından ayrılmazdır. Əgər biz o sifətləri Allahın zatından ayırmaq istəsək, zat da zərər görər ki, və bu da İslam dinində şirk deməkdir və ən böyük şirklərdəndir. Üçüncü deməli növbə gələk, bu feillərdə olan şirkdir. Feillərdə olan şirk nə deməkdir? Yəni, insanın əməllərinin özünə yoxsa Allaha aid olub-olmaması məsələsidir. Yəni, İslam məzhəbində, İslam dinində daha doğrusu bir neçə məktəbi bu barədə misal çəkmək istəyirəm. Bu, hörmətli tamaşaçılar, bildirmək istəyirəm ki, gündəlik insanların qarşılaşacağı bir məsələdir. İnsanların bəzən Allahı bəzi işlərdə, dünyada baş verən ədalətsiz işlərdə Allahı günahlandırmaq istəyi mövzusudur anlamamazlıqdan. Ona görə də
xahiş edirəm bu məsələyə, feillərdə olan şirkə olduqca diqqətlə yanaşaq. Nədir bu məsələ? Deməli, ya insan hərəkətlərini özü yaradır, cavabdehi də özüdür və yaxud da insan əməllərinə görə cavabdeh deyil, məsuliyyət Allahındır. Deməli, bu məsələ əqaid məktəbləri arasında müzakirə mövzusu olmuşdur. Bu məsələni anlatmaqdan ötürü İslam dinində 3 məktəbi təlimlərini müqayisə edəcək. Bunlar əhl-i sünnəyə məxsus olan Mötəzilə məzhəbi və Əşəri məzhəbidir. Bir də Əhl-i Beyt məktəbidir. Bu iki məzhəbin və fərqli Əhl-i Beyt məzhəbinin onlara qarşı, daha doğrusu onlar da bir-birinə qarşıdır. Bu 3 məktəb ümumiyyətlə bu məsələdə, feillərdə olan məsələdə bir-birinə qarşı olmuşlar və onlardan ikisi biz göstərəcək ki, aşkar surətdə böyük şirkə düşmüşlər. Nədir məsələ? Deməli, birinci başlayaq Mötəzzilə məzhəbindən. Mötəzzilə məzhəbi feildə tövhid prinsipini inkar etmişdir. Onlar bildirmişlər ki, insan tamamilə azaddır, yəni mütləq formada azaddır. Allah Teala insanı yaratmışdır. Ona peyğəmbərləri vasitəsilə və göndərdiyi kitablar, elçilər vasitəsilə pis hərəkətlərdən çəkinməyi xəbərdar etmişlər. Onların bunu etdiyi təqdirdə cəzalanacağı, axirət, cənnət, cəhənnəm haqqında və yaxşı işlərə görə mükafat olunacağı xəbərdarlığını etmişlər və kainatın bundan sonra heç bir işlərinə qarışmırlar. Allah heç bir prosesə müdaxilə etmir. İnsan mütləq surətdə azaddır və öz işləri barədə Allaha cavab verəcəkdir. Bildiyimiz kimi burada Allahın insanları yönəltməsində, sonradan danışacaq bu məsələ barədə, yönəltməsində olan, Allaha aid olan işlərin ki, insan mütləq azad deyil, Əhl-i Beytə görə bu küfürdür. İnsan qismən azad olan varlıqdır. Biz sonra bunu izah edəcəyik. Burada Allaha aid olan işlərin insanlara aid olmasıdır. İnsanı Allahın işlərinə ortaq etməsidir ki, bu da böyük küfürlərdən biridir. Bunun əleyhinə olan Əhl-i Sünnənin ikinci əqaid məktəbi olan, tutaq ki, Əşərilər. Əşərilər nə deyirlər? Əşərilər deyirlər ki, deməli, varlıq aləmində Allahdan başqa heç bir təsir qüvvəsi ola bilməz. İnsanın Allaha qarşı qüdrəti yoxdur. İnsanın Allaha qarşı asi gəlməyi onun qüdrətindən xəbər verir. Bu ola bilməz. Ona görə də yəni insanın hərəkətlərini insan özü yarada bilməz. Deməli, kafiri də pis işlər görəni də Allah Teala özü yaratmışdır. Yəni pis işləri görəni, bu pis kafirləri, bu pis işləri görməkdən ötürü yaratmışdır. Ona görə Allahın, insanın daha doğrusu Allaha qarşı qüdrəti olmadığına görə onun Allaha qarşı gəlməyini düşünmək də küfürdür. Bu da deməli Əhl-i Beytə görə böyük şirk məsələsidir. Çünki bu cəbir məsələsidir. Yəni insanın məcbur olması məsələsidir ki, Əməvilər 10 illərlə bu fikri inkişaf elətdirdilər. Çünki bu onlara sərf edildi. Çünki insanları etdikləri əməllərinə görə bu məsuliyyətdən azad edirdi və dünyada baş verən bütün pisliklərin günahlarını nə qədər demək mümkünsə Allaha aid şamil etmək deməkdir ki, düzdür, nə Mötəzilər, nə də Əşərilər Allahı ədalətsiz bilmirdilər. Lakin Əhl-i Beytin bildirdiyinə görə bu Allah tərəfindən əstəğfurullah olunsa belə bu ədalətsizlikdir. Çünki insanları yaratmaq, onları bu şəkildə daha doğrusu yaratmaq, kafir və pis adam kimi yaratmaq və ondan sonra axirəti müəyyənləşdirib onlara
bu əməllərinə görə cəza vermək Allaha yaraşmaq, bu ədl sifətinə Allahın mütləq surətdə ziddir və Peyğəmbərin də bir çox hədisləri var ki, Peyğəmbər əleyhissalam bunu inkar etmişdir. Lakin gördüyümüz kimi Əşəri məktəbi burada böyük şirkə düşmüşlər və insanın əməllərinin, insanın hərəkətlərinin yaradıcı olmasını Allaha aid etmişdilər ki, bu da cəbirlik əqidəsidir və böyük küfrlərdən biridir. Bu barədə olan deməli Əhl-i Beyt məktəbinin fikrini sizə çatdıraq. Deməli Əhl-i Beyt məktəbinin mövqeyi bunların ikisinin Quran ayələrinə görə və Peyğəmbər əleyhissalamın aşkar hədislərinə görə bunların ikisinin ortasında olan orta mövqeyidir. İmam Cəfər Sadiq əleyhissalamın dövründə bu haqda geniş tədrislər aparılmışdır və onlar göstərirlər ki, insan nə azad deyil mütləq surətdə, nə də cəbir olunmur. Ağıl və məntiqdən də bugünkü müasir dövrdə insanlar fikirləşsələr, insanın tamamilə mütləq azad olması fikri absurddur. Belə bir şey ola bilməz ki, Əhl-i Beyt məktəbi bu fikri inkar etmişlər və onların mövqeyini də indi sizə çatdıracaq. Deməli, bu mövqe nəydən ibarətdir? Deməli, insanın, onlar belə izah edirlər ki, insanın hər bir hərəkəti onun iki yerə bölünür. Hər bir insanın azad surətdə iradəsi ilə, öz iradəsi ilə həyata keçirdiyi hərəkətlər iki qismdir. Onların bir qismi Allaha aiddir, mütləq surətdə Allaha aiddir. Bir qismi isə böyük hissəsi insanın özünə aiddir, bir qismi isə yenə də Allahın yönəltməsi ilə bağlıdır. Nədir bu prinsiplər? Deməli, insan gördüyü bütün hərəkətləri, azad iradəli gördüyü bütün hərəkətlərin müqəddimələri, başlanğıcları onların özlərinə aiddir. Bunlar yaradıcısı Allahdır. Bu nə deməkdir? Yəni, heç bir insan dünyaya özü gəlmir, valideynlərini özü seçmir. Deməli, insan hansı cinsdən olmağının da özünə aidiyyəti yoxdur. Bu, özündən asılı olan məsələ deyil. Bunların yaradıcısı Allahdır. İnsanın gözünün rəngi, üzünün forması, saçının rəngi, dərisinin rəngi, onun hansı milliyyətdən olması, yaşam müddəti, əgər intiharı çıxmaq şərti ilə bunların heç biri insanın özünə aid olan məsələ deyil. Deməli, bunları həmin Mötəzzilə firqəsinin anlamadığı bu hərəkətlərdir. İnsanın hərəkətlərinin bir qisminin Allaha, mütləq surətdə Allaha aid olması məsələsidir ki, əql də, məntiq də bunu təsdiq edir ki, insanın burada heç bir rolu yoxdur. Cəfər Sadiq əleyhissalam bildirir ki, insanın Allaha qarşı olan asiliyi onun qüdrətinə dəlalət etmir. Yəni, bizim Allahın et dediklərini bizim etməməyimiz və ona qarşı gəlməyimiz bizim qüdrət sahibi olmağımızdan deyil. Yəni, bizim iradə sahibi olmağımızdandır. Yəni, biz azad iradəyə sahibik. Biz istədiyimiz kimi Allah Teala bizi bu şəkildə yaratmışdır və istədiyimiz məsələni yox deyərək inkar edə bilər və yaxud da təsdiq edə bilirik. Ona görə dində məcburiyyət yoxdur İslam dinində. Yəni, İslam dininin əqidə əsaslarında ümumiyyətlə hər hansı bir alimə istinad etmək əqidə iman baxımından qətiyyən qadağan olunur. Bunlar fiqhə aiddir, bildiyimiz kimi iqtida etmək ümumiyyətlə mümkün deyil. Çünki hər bir insan Allaha öz ağlı ilə qəbul etməlidir. Yəni, təsirsiz, məcbur olmadan Allahın varlığını və onun gətirdiklərini iman vasitəsilə qəbul etməlidir. Ona görə dünyada baş verən ədalətsizlikdə Allahı ittiham etmək, bizim hərəkətlərimizin bir hissəsinin Allaha şamil etdiyimiz pis hərəkətləri Allaha şamil etməkdir ki, bu da böyük günahlardan və böyük şirkə düşməkdir. Allah bəzən
insana bütünlüklə insanın işlərinə əgər müdaxilə etsəydi, onu da mələk kimi bir varlıq yaradardı. Allah insanı müəyyən deməli əhl-i-beyt mövqeyinə görə və ağıl və məntiq də sübut edir ki, bəli, insan qismən azaddır, tamamilə azad ola bilməz. İnsan özünə aid olan hərəkətlərin məsuliyyətini özü daşıyır. Lakin elə dövrlər olmuşdur ki, insan qətiyyən Allah onu öz başına buraxmamışdır. Biz bu məsələyə də qayıdaq. Onlar deyirdilər ki, tutaq ki, Mötəzilərin əqidəsinin də biri o idi ki, Mötəzilər deyirdilər ki, Allah insanı başlı başına buraxıb. Bildiyimiz kimi bu Yəhudi əqidəsidir. Yəhudilər indi də o əqidədədirlər ki, Allah Teala heç bir işə müdaxilə etmir. Mötəzilər də bunu deyirdilər. Lakin Quranda bu haqda ayə var ki, Allah deyir ki, Yəhudilər dedilər ki, Allahın əli bağlıdır. Buna görə onlar lənətə gəldilər və onların özlərinin əli bağlıdır. Allahın əli isə açıqdır. Yəni, əli deyəndə Allah Teala bizim onun qüdrət mənasında təfsir olunmalıdır əhl-i-beytə görə. Deməli, Allah insanları öz başına buraxmamışdır. Bildiyimiz kimi Quran ayəsində də, Quranın digər ayəsində Allah Teala deyir ki, insanlar elə güman edirlər ki, onlar başlı başına buraxılacaqlar. Yəni, aşkar şəkildə Allah Teala bildirir ki, ey insan, sən başlı başına deyilsən. Peyğəmbər əleyhissalamın da məşhur duası var. Peyğəmbər əleyhissalam buyurur ki, ilahi, məni bir anlıq belə öz başıma buraxma. Yəni, bir anlıq belə məni nəzarətsiz buraxma. Hətta insanların, bütün gəlib keçmiş insanların əşrəfi olan Məhəmməd sallallahu aleyhi və səlləm buyurur ki, bir anlıq belə məni başlı başına buraxma. Biz bu duanı əlbəttə ondan öyrənmişik. Ona görə də Allah insanı başlı başına buraxmamışdır. Müəyyən proseslərə bizim bilmədiyimiz hikməti ilə müdaxilə edir. Birbaşa olmasa da prosesləri yönləndirir. Ümumiyyətlə, kainatın heç bir varlıq, aləmi, cismi yoxdur ki, onun zatından inayətini almamış, öz hərəkətini davam etdirsin, fəaliyyətini davam etdirsin. Əgər Allah saniyənin 100%, nanosaniyə qədər əgər dünyadan əlini çəkərsə, dünya məhv olar. Allah Teala özü də bildirir ki, Allah Quranda hər gün bir işdədir. Allahın mələklərdən çox yaratdığı varlıq yoxdur. Allah hər gün saysız, hesabsız, yəni sayı yalnız özünə məlum olan bəzən mələklər sayı belə itirirlər. Bəzi məsələlərin yalnız Allah hesabatına Allah aparır və Allah saysız hesabsız mələklər yaradır ki, o mələklərin də mövzumuzdan nə qədər uzaqlaşsaq da biri, tutaq ki, səhər namazını müşahidə edən mələklərdir. Səhər namazı, möminlərin səhər namazında saysız hesabsız mələklər, çiskin yağış yağar tək yer üzərinə, dayanmadan bir-birinə hətta toxunaraq, basa-bas salaraq yer üzərinə tökülürlər və onların işi yalnız möminlərin sübh namazını müşahidə etməkdir və onların işi möminlərə namaz qılıb dua edərkən ilahi amin və onların ilahi günahlarını bağışlama, diləməkdən ibarətdir. Bu mələklərin başqa işləri yoxdur. Yalnız bu işlərlə məşğuldurlar. Ona görə Quranda Allah Teala bildirir ki, sübh namazı müşahidə olunur. Yəni, müşahidə olunur. O deməkdir ki, müxtəlif mələklər, aləmlər tərəfindən göyün pərdələri qaldırılır və bütün göyün ümmətlərinə insanın sonuncu Peyğəmbər əleyhissalamın ümmətinin ibadəti göstərilir. Ona görə bütün namazlardan üstün sübh namazıdır və mömin o namazı qılanda xüsusi şövqlə qılmalıdır. Deməli, gələk indi Allahın dünyada olan bəzi prosesləri qısa şəkildə bunu da mütləq deməliyik. Çünki dövrümüzdə dünyadakı ədalətsizliklər barədə Allah olduqca çox qınanır, əstağfurullah və insanların bəzi hərəkətləri Allaha şamil olunur. Mən bu barədə tarixdə baş verən iki hadisəni misal çəkmək istəyirəm. Bunların biri
Allah Taala'nın Quranı nazil edib onu qoruyacağı vədi ilə bağlıdır. Yəni bu nə deməkdir? Allah Taala Quranda deyir ki, Quranı biz nazil etdik və biz də onu qoruyub saxlayacağıq. Yəni biz deyəndə bunu da o deməkdir ki, Allah Taala nazil olmada tək özü yox, onun mələkləri də iştirak etdiyinə görə, bildiyimiz kimi Quranı Cənab Cəbrail nazil etdiyinə görə və Quranda bəzən ona görə Allah Taala hansı ki öz işləri, sırf öz işləridir, onda mən deyir. Bəziləri elə bilir ki, Quranda ümumiyyətlə mən sözü yoxdur. Allah Taala yalnız biz xeyr, qətiyyən elə deyir. Quranda Allah Taala yalnız yaradıcı öz işləri barədə mən deyir. Amma hansı işlər barədə ki, mələklər iştirak edib, ona görə orada biz deyir ki, onların da haqqına girilməsin və Quranı Cənab Cəbrail nazil etmişdir və Allah Taala Quranı necə qorudu? Sual oluna bilər. Əstəğfurullah. Yəni bəzi məzhəblərin dediyi kimi Allah Taala Quranda yer üzünə enib qorudumu və yaxud da müşriklərlə və yaxud da azğınlaşmış müsəlmanlarla vuruşmuşdu. Allah Taala bu işlərdən, feillərdən, yəni hərəkətlərdən uzaqdır. Nə qədər Allahın rəhmətinə sığınırıq bu sözləri deməkdən. Yəni başa salmaq istəyirəm ki, hörmətli izləyicilər, yəni Quranı Allah Taala necə saxladı? Quranı Allah Taala ümumiyyətlə bir ailənin əli ilə saxladı. Ümumiyyətlə demək istəyirəm ki, yəni Allah Taala ruzi tutaq ki, rəzzaq sifəti var. Yəni ruzi verəndir. Allah ruzini insana necə verir? Yəni Allah heç kimə göydən zəmbillə və yaxud da müəyyən vasitə ilə göydən ruzi indirmir. Allah insana ruzini insanların bir-birinin əli ilə verir və bəzən insanlar öz aralarında deyir ki, Allah məni heç kimə möhtac eləmə. Bu yanlış duadır. Peyğəmbər İslam bu duanı qadağan etmişdir. Peyğəmbər İslam deyir ki, bu şəkildə dua edin ki, ilahi məni pis insanlara möhtac eləmə. Yəni bu şəkildə olmalıdır. Çünki ruzi insana bir-birinin əli ilə verilir. Ona görə də Quranı bir ailə, Əhl-i-Beyt ailəsi qorumuşdur. Bugünkü günə qədər din bizim əlimizə bu şəkildə dəyişdirilməmiş bu formada, yəni demək istəyirəm ki, məzhəblərin olması da normaldır. Bu şəkildə olması da burada heç bir anormallıq yoxdur. Yəni necə qorunub saxlanmışdır? Yəni Peyğəmbərin Əhl-i-Beyti öz qanı ilə İmam Hüseynin fədakarlığı, qəhrəmanlığı, misilsiz şəhadəti və bilə-bilə Quranı, dini qorumaqdan ötürü ailəsini belə qurban verməsi və tökdüyü qanun nəticəsində, hansı ki, dünənə qədər Peyğəmbərin bəzi əshabələri bildiyimiz kimi diri edilər və onlar Yezidin arxasında meynun oynadan və sərxoş halda imam, cəmaat duran Yezidin arxasında namaz qılırdılar və heç bir səslərin çıxartmırdılar və Peyğəmbər İslamın bütün səhabələri vəfat etməmişdilər və haradaydılar onlar? Əlbəttə onlar Yezidin arxasında namaz qılırdılar və heç bir ona Peyğəmbərin sünnəti aradan getdiyi halda ona etiraz bildirmirdilər bu işə. Yəni İmam Hüseyin əleyhissalamın qiyamından sonra və şəhadətindən sonra artıq ümmət Yezidə lənət oxumağa başladı və onun işləri artıq dillərdə əzbər oldu. Bundan sonra Quranın dəyişdirilməsi, bildiyimiz kimi Əməvi ailəsi həqiqətən də Peyğəmbərə düşmən idilər və Yezidin ümumiyyətlə Əhl-i-Sünnə, böyük Əhl-i-Sünnə alimi Əbu Reyhan Biruninin Yezidin küfürləri haqqında ayrıca kitab yazmışdır və Yezid kafir olmuşdur, baxmayaraq ki, Peyğəmbərin yerində oturan xəlifə olmuşdur və ona qarşı, onun etdiyi küfürlərə qarşı Peyğəmbərdən onun şeirləri var ki, Peyğəmbər səndən intiqamımızı aldıq, yəni imamın ailəsinin zəncirlənmiş halda gətirilməyini görüb uzaqdan şeir də qoşmuşdu və bu şəkildə İmam Hüseyin əleyhissalamın ümmətə ən böyük xidməti olmuşdur ki, o İslamı qorumuşdur, Quranı qorumuşdur. Onun qanı olmasaydı, bu dəqiqə İslam dini nə qədər də kobud səslənsə də Xristiyanlıq dinindən də, Yahudilik dinindən də beşbetər olacaqdır və Quran da dəyişdirəcəkdir. Yəni gördüyümüz kimi Allah Taala insanlar kimi dünya üzünə düşüb vuruşmur, onu
Bəli, bəzən mələklər də göndərər, bildiyimiz kimi Bədir müharibəsində mələklər də göndərilmişdi Peyğəmbərə köməkdən ötürü. Bəzən isə insanların öz əlləri ilə insanların ən irəlidə gedənləri, möminlərə, yaxın dostları şəklində hadisələrə müdaxilə edir. İkinci bir, yenə söhbətimiz uzun çəksə də, hörmətli izləyicilər, üzr istəyirəm, bu məsələlər olduqca aktual olduğuna görə bu məsələləri izaha ehtiyacı var. Yəni geniş mövzudur. İkinci bir hadisəni misal çəkmək istəyirəm. 13-cü əsrin əvvəllərində İslam aləminin çiçəkləndiyi, tutaq ki, bir dövrdə nə qədər demək mümkündürsə, indiki xalqdan İraq geri zəkalı, bütpərəst, mədəniyyətdən uzaq qalmış, kafir bir bütpərəst qövmün dövlət yaratması və Çingiz xanın başçılığı altında əsasən müsəlman ölkələrinə hücumlar olması, bu hücumların nəticəsində İslam ölkələrinin, şəhərlərinin, elm ocaqlarının, tədris ocaqlarının, ibadət ocaqlarının darmadağın olunması, dağıdılması, qız gənclərimizin üzr istəyirəm, namusuna təcavüz olunması biz şahidi olduq. Və onlar Daşkənddə, Səmərqənddə, Buxarada, bundan sonra Bağdada 1258-ci ildə Çingiz xanının nəvəsi Hülakü xan bildiyimiz kimi müttəsim sonuncu xəlifə, Abbasi xəlifəsini və oğlanları ilə birlikdə şəhid etdilər. Onun böyük qızı Fatimə olduqca savadlı bir qız idi. Anabacılarımızdan üz istəyək demək istəyirəm ki, onu əskərlər o qədər zorladılar ki, axırda uşaq öldü və onu itlərə atdılar. Və bu kafir qövmün İslam dinini demək olar ki, inkişafının qabağını aldı, tənəzzülə uğratdı və bütün müsəlman şəhərlərində, tutaq ki, Bağdadın özünü alanda, Bağdadda bəziləri 30 gün, bəziləri 40 gün müddətində bütün qadınlara təcavüz etdilər və İslam şəhərlərinin elə bir yeri, yurdu olmadı ki, Monqollar orada qadınlara təcavüz etməsinlər. Və onların etdikləri bu amansızlığın nəticəsində İslam inkişafı geriyə qaldı. Və elə görünür ki, artıq İslam tənəzzül edib. Yəni, Quranlar yandırılır, Bağdad dünyanın ən böyük kitabxanası yerləşirdi və elə görünürdü ki, artıq İslam tənəzzül olundu. Quran dəyişdiriləcəkdi, bütpərəst inancları yer alacaqdı. Allah Teala bunun qarşısını sizcə necə aldı? Allah Teala bunun qarşısını demək olar ki, bir insanın vasitəsi ilə aldı. Düzdür, 1260-cı ildə Ən Cəludda Məmlük Sultanı Qutuzun rəhbərliyi altında Baybars onların Misrə girişinin qarşısını aldı. Amma yəni Misir bildiyimiz kimi, düzdür, Suriyadan Misrə tabi idi. Bildiyimiz kimi İslam dünyasının bir hissəsindən ibarət idi. Ümumi proseslərə elə də böyük təsir göstərmədi. Düzdür, nə qədər olsa da Monqolların qarşısını alındı. Lakin ondan 3 il sonra 1263-cü ildə deməli, əvvəl onu da deyək ki, Çingiz xanın digər bir nəvəsi, deməli, Bərkə xan, Cuci xanın oğlu idi o, anası da Xarəzm şahı Məhəmmədin qızı idi. Deməli, bəzi mənbələrdə onun təsiri ilə, bəzi mənbələrdə isə Mahmud adlı bir din xadiminin Bərkə xan yaralanır və onun yanında tədavi sürəsində o İslamı təbliğ edir və Bərkə xan möcüzə şəklində günlərin bir günü İslamı qəbul edir. Təsəvvür edin ki, İslamı qəbul edən bir Çingiz xandan sonra dövlətlər yaranmışdı və Qızıl Orda dövlətini yaratmışdı Bərkə xan. Bərkə xan qısa müddətdə ordunu da İslamlaşdırır və 1258-ci ildə Hülakü xanın xilafətin başına açdığı oyundan sonra və özü də müsəlman olduğuna görə Bərkə xan və müsəlman qadınlarına bu təcavüzü etdiyinə görə onunla döyüşəcəyini və ona qarşı intiqam andı içir və 1263-cü ildə qardaşı oğlu Nuğayı onun üstünə qoşunla göndərir və Hülakü xanın qoşunları ilə Bərkə xanın qoşunları Qafqazda Terik sahilində qarşılaşırlar və
Hülaki xanın qoşunları darmadağın olur. Hülaki xan Şirvana çəkilir və bununla ilk dəfə Monqol qoşunları arasında və Monqol ordularının dövlətinin biri İslamlaşır və İslam qoşunu adı altında, İslam adı altında iki Monqol ordusu üz-üzə gəlir və bu Monqol dövlətinin artıq parçalanması demək idi və bunun geriyə dönüşü yox idi. Bundan sonra Allah Bərkə xana rəhmət eləsin, o çox böyük İslam komutanıdır. Allah onu yönətməsi sayəsində İslam dünyasını tənəzzüldən, bütpərəst ideologiyasının yayılmasından qurtardı. Gördüyümüz kimi bu məsələni bu qədər uzatmağımın səbəbi odur ki, yəni bu insan qüvvəsindən kənar bir işdir, insanın qüvvəsinin yetmədiyi bir şeydir ki, Allah Teala bu yolla və insanları böyük bir fəlakətdən qurtardı. Deməli, şirkin dördüncü növü barədə də danışaq. Bu ibadətdə Allaha şərik qoşmaqdır. Birinci baxaq görək ibadət anlayışı İslamda nədir? İbadət nə olan şeydir? Deməli, ibadət Allaha itayətin son həddidir. Yəni, ibadət Allaha itayətin son həddidir. Amma burada məsələ hansı itayətdən söhbət gedir? Bildiyimiz kimi, bütün ibadətlər itayətdir. Amma bütün itayətlər ibadət deyil. Ona görə hansı itayət ibadət halına gəlir? Məsələ bunun başındadır. Deməli, hədsiz təvazökarlıq, insanın özünü əskiy bilməsi, yəni aciz bir, nə qədər də demək mümkündürsə, insan bəli, aciz, Allah qarşısında olduqca aciz, qarışqadan, milçəkdən belə aciz bir məxluqdur ki, Quranda da bu buyurulur, üzr istəyirəm, murdar bir sudan yaranmışdır və onun ölüb gedəcəyi də, bədəni də, cəsədi də murdar bir şeyə çevrilir. Yəni, insanın bunu belə bilməsi və pərəstişlə Allaha yönəlməsidir. Deməli, hansı ibadətdə, itayətdə daha doğrusu, hansı itayət, yəni özünü hədsiz təvazökarlıqla, özünü əskiy bilməklə, özünü aciz bir varlıq bilməklə, pərəstişlə, yəni yönəldiyi varlığı ən üstün varlıq bilməklə Allaha olunan itayətdir ibadət. Deməli, ibadətdə şərik qoşmaq, Allaha yönəlməkdə, Allaha olan bu itayətdə Allahla yanaşı digər fərqi yoxdur. Bu canlı varlıq olsun, cansız varlıq olsun. Yəni Allaha yönəlməkdə Allahdan başqalarını da razı salmaqdan ötürü və yaxud da başqalarını razı salmaqdan ötürü olunan hərəkətlər və ibadətlərdir ki, bunlarda həmin yönəldiyin varlığı Allaha şərik qoşmaqdır ki, çünki Allahla bərabər ibadətə layiq olan heç bir məbud yoxdur, ümumiyyətlə məbud yoxdur. Yəni, Allah ibadətə layiq tək məbuddur. Yəni, insanın əməllərində bəzi insanlar var ki, ümumiyyətlə namazlarını müəyyən vaxtlarda qılırlar. Bəzən insanların gözü qarşısında, insanlarla bir yerdə olanda qılırlar. Mənim haradasa yadıma gəlir ki, əvvəllər bizimlə işləmiş bəzi insanlar namaz qılırdılar. Onlardan biri sonralıqla namazı atdı və mən ona sual verdim ki, sən elə bilirdin ki, namazı qılanda yəni sənin işlərin rəvan olacaq və sən maddi vəziyyətin yaxşılaşacaq. O etiraf etdi, səmimi cəhətdən etiraf etdi və dedi ki, bəli, mən elə bilirdim. Ona görə həvəsim azaldı, o olmayanda da həvəsim azaldı və namazı atdım. Deməli, bunlar şirkdir, bunlar ibadətdə Allaha şirkdir. Yəni, insanın Allah üçün namaz qılmamağı, ona etdiklərinə görə minnətdar olmamağı, onun çağırışına səs verməməyi və onun rizası deyil, başqalarının, məsələn, cəmiyyətin, bəzən dindarların arasında olan bir insan da ola bilsin ki, Allaha yoluna gəlsin və lakin ürəyində o bilir ki, yəni, o məcbur olduğuna görə gəlib və təslimlə, ixlasla Allaha ibadət etmir. Yəni, ibadətdə Allaha şərik qoşmaq bu deməkdir.
mən hər birimizi, həm ətrafımızı, həm bizi dinləyən müsəlman bacı qardaşlarımızı, yəni bu 4 şirkin növündən, aşkar şirkin 4 növündən, yəni böyük növündən, düzdür, həm də gizli şirkdən, yəni Allahın zatına şərik qoşmaqdan, Allahla bərabər digər bir varlığı Allahla bərabər qəbul etmək və onun sifətlərini ayrı bilmək, onun insanın bəzi hərəkətlərini feillərdə şirk qoşmaq və insanın bəzi hərəkətlərini Allaha şamil etmək və ibadətdə Allahdan başqasına digər varlıqlara da razılığına almaqdan ötürü onlara da yönəlmək kimi şirklərdən uzaq olsunlar. Bu ümidlə də inşallah sizlərdən ayrılıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.